Maşdağa qəsəbəsində 186 sayılı marşrut yolundan cəmi 250 metr məsafədə, Tac Marketin yaxınlığında, evin də torpağında kupçası olan 4 otaqlı, tam təmirli həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Məlumatların hər biri videomuzun daxilində qeyd olunur. Evimiz 3 sot torpaq sahəsindədir. Yerdən 7 daş kürsüdə tikilib. 4 otaqlı, 130 kvadrat evin ümumi sahəsidir. Evin heç bir zabora bitişi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Həyətimiz tamit daşlarla döşənilib, əlavə boş torpaq sahəsi də saxlanılıb. Podvala girişi var. Evin həyətinə bir neçə maşın rahatlıqla daxil ola bilər. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri var. Evin çardağa da girişi var. Digər tərəfdən də zaborundan məsafəsi var və evin hər bir tərəfi yaşayış olan yerdir. Evin tikintisi zamanı yüksək və keyfiyyətli materiallardan istifadə olunub. Altı betondur, üstü kəmərdir, 4 bir tərəfdən qoşa daşla tikilmiş evdir. Dəhliz sistemidir. Dəhlizdən daxil oluruq evə. Solda gəlir birinci evin mətbəxi. Mətbəxdə həm yerdə kafelsə var, mebel arası kafelinə qədər hamısı vurulub. Qoşa daşdır, kombi xətti çəkilib. Dəyərli izləyicilərim, evin qiyməti 95.000 manat deyilir. İnşallah ki, real alıcılar olarsa, evin qiymətində də indirim olunacaq, evin sahibi tərəfindən. Otaqlarda gördüyünüz kimi rəngli gizli işıqlandırılma sistemi var. Burada yataq otağıdır. Qonaq otağı dəhlizdə lap başda yerləşir. Bura növbəti bir yataq otağı. Pəncərələrin hamısı da evin öz həyətinə düşür. Kim alacaqsa, Allah həm alana, həm də satan müştərimizə xeyrini versin inşallah. Əgər ki, sizin də satışda olan hər hansı bir mülkünüz varsa, satışı gecikirsə, sata bilmirsinizsə, bizimlə əlaqə saxlayın. Evinizi tez bir zamanda satışına köməklik göstərək. Videomuz bitdi. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal edin.